Açıq mənbə məlumatlarına görə, Rusiya qüvvələri evlər, zirzəmilər və dağıntılardan istifadə edərək Konstantinovkaya doğru irəliləyir. Şəhər daxilində bu cür sızmalar nə qədər əhəmiyyətlidir və Ukrayna ordusu Rusiyanın şəhərdə möhkəmlənməsinin qarşısını ala bilərmi? Bu müasir müharibə üçün çox maraqlı bir mövzudur. Rusiya qüvvələri həqiqətən də sızma əməliyyatları həyata keçirirlər. Amma bunu çox böyük insan itkiləri hesabına edirlər. Onlar müəyyən mövqelərə çatdıqdan sonra sırmacaqlarda və ya çuxurlarda yerləşirlər. Müharibədə belə bir deyim var. Əskər harda mövqe tutursa, həmin yerə nəzarət edir. Bu baxımdan onlar mövqələrini qoruyur kimi görünə bilər. Amma eyni zamanda onlar həmin mövqelərdən irəliyə gedə bilmirlər və Ukrayna qüvvələri istənilən vaxt onları oradan çıxara bilər. Bəzən Ukrayna qüvvələr də eyni strategiyadan istifadə edir. Onlar müəyyən ərazilərə daxil olub mövqe tutur və bu, cəbhə xəttinin daha qarışıq görünməsinə səbəb olur. Hazırda əsas üstünlüyü dronlar müəyyən edir. Ukrayna həm dronlarla müdafiə olunarsa, həm də əskər göndərmədən yerüstü dronlardan istifadə edə bilərsə, bu Rusiya qüvvələrinin həmin mövqelərdən çıxmasını çətinləşdirə bilər. Hazırda gördüyümüz müharibə əsrlər boyu davam edən ənənəvi döyüşlərdən çox fərqli bir mərhələyə keçib.